Bugün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təhribat törətmişdir. Azərbaycan ordusu əks hücum əməliyyatı hal-hazırda keçirir və biz tam haqlıyıq. Bu Azərbaycan xalqının haqqıdır. Heç kim də buna etiraz eləyə bilməz ki, sən niyə işğal olunmuş torpağı azad etmək istəyirsən? همه باید واقعیت رو قبول کنن، همه باید تمامیت عرضه رو احترام بگذارن. اشغال برای ما قابل قبول نیست به هیچ عنوان. سرزمین‌های آذربایجان که به وسیله ارمنستان تصرف شده همه باید آزاد باشه. جمهوری آذربایجان برای آزادی اینها دارای حقه و بایستی آزاد بشه. Biz də İran İslam Respublikasını və İran xalqını Azərbaycan xalqının yanında görməkdən çox böyük sevinç və qürur hissi duyuruq. Bu Azərbaycan xalqı üçün bir ölüm-dirim savaşıdır. Bu bir sınaq bir dövrüdür.